Bax, bu gördüyünüz xəstəlik el arasında pullu dəmirov adlanır. Amma əslində xəstəliyin elmi adı psoriazdır. Bu dərinin xroniki autoimmun və yoluxucu olmayan xəstəlikdir. Çünki psoriaz bir xəstədən digər xəstəyə yoluxsa millət bərbad olar. Bu xəstəlik dərdə qızartı, qaşıntı, gümüşü ağ rəngli qabıqlarla örtülü səpkilərlə özünü büruzə verir. Ən çox diz, dirsək, dəri, bel nahiyələrində, başın arxa nahiyəsində müşahidə olunur. Lakin bədənin digər hissələrinə də psoriaz təsir edə bilər. Bu dırnaqları da zədələyə bilər, oynaqları da zədələyə bilər. Bir mənalı yadınızda saxlayın. Psoriazın dəqiq səbəbi tam bilinmir. Lakin məlumdur ki, genetik, yəni irsiyyətdən gələn xəstəlikdir, həm də immun sistem xəstəlikdir. Buna autoimmun faktorlar deyilir, autoimmun xəstəlik deyirlər. Ətraf mühit amilləri, stres, infeksiyalar, streptokoklar, stafilokoklar, dərmanlar, dərdə travmalar, hər hansı bir travmanın oluşu, xəstəliyin alovlanmasına, yenidən yaranmasına səbəb olur.